Yaşat Fondu və Asan Könüllərin birgə təşkil etdiyi 5-ci Yaşat Yay düşərgəsinin 5-ci günündən sizi və tamaşaçılarımızı salamlayıram. Bugünün də proqramı kifayət qədər zəngindir. İstəyərdim ki, sizi günün proqramı ilə yaxından tanış edeyim. Bugün də proqram kifayət qədər zəngindir. Ənənəvi olaraq proqram səhər idmanı ilə başlayıb, daha sonra isə uşaqlar psixoloqlarla görüşüblər. İndi isə uşaqlar üçün parkur saatıdır. Onlar müxtəlif maneələri dəf edərək qarşı tərəfə keçməyə hədəfləyirlər. Bir müddət sonra isə tanınmış simalarla görüşlər olacaq. Televiziya və radio aparıcısı Salih Bağırov ilə görüş nəzərdə tutulub. Görüşdən sonra isə artıq bağlanış mərasimi nəzərdə tutulur. Daha sonra, yəni son olaraq isə master klassların keçirilməsi gözlənilir. Gün əyləncə saatı ilə yekunlaşacaq və bununla da biz 5-ci günü geridə qoymuş olacağıq. Hazırda bizim buradan çatdırmaq istədiyimiz informasiya bundan ibarət idi. Sözü sizə ötürürəm.